Baxırsan ki, bir qızdır. Bu qız elə də dünya gözəli deyil. Hətta normadan da aşağıdır da deyək, obyektiv danışsaq. Elə təhsilli deyil, elə bir ağlı yox. Heç nəyə yoxdur da, yəni təməl olaraq yarışdırsaq. Bu qız gedib çox gözəl, çox ağıllı, hətta çox zəngin, çox mərifətli bir oğlandan evlənə bilər. Bütün cəmiyyət şoka düşər. Bəzən baxırsan, o məşhur artistlər elə bir qızla evlənir ki, deyirsən, oyda bu buna necə oldu? Məsələ o qızın özünə olan dəyəri və sevgisidir. O özünü o qədər sevir ki, Allahı da bir o qədər sevir. Aydın. Və Yaradan ona mükafat verir. Onda baxın, özünü sevmək əslində Allahı sevməkdir. Bəli. İnsanlar bunu səhv salır. Deyirlər bəlkə öz sevgi egodur. Yox. Allah elə xəzinə burdadır da özünü sevdiyin anda Yaradanı sevirsən. Bu gün Aytən özünə hədiyyə alsa, yaradıcıya almış oraxı. Yaradıcı muradı gətirəcək, o sənə nəyisə hədiyyə eləyəcək. Onda biz özümüzü sevəndə ruhumuzu sevindiririk. Bəli. Ruhumuzu onda belə çox yaxşı məsələn duanı eləyib Allah sevgisi, Allah qorxusu o nədir? İndi bunu izah eləyim. Burada bu paradoks necə yaranır? Sənin özünə olan davranışın Yaradanın sənə olan davranışıdır. Yəni bu gün Aytən özünə dəyər vermirsə, yaradıcı insan surəti ilə gəlir. Murad gəlir Aytəni dəyərsiz eləyir. Elə söz deyir ki, o qırılır. Sən ilişirsən Murada, amma bunun hikməti Murad deyil. Bu pərdanın arxasında, surətin arxasında haqq vardı. Ona görə deyir, surət haqq bəyanı ilə mən ki gümanə sığmazam. Yəni mən anlayıram və idrak eləyirəm ki, bütün surətlərin arxasında o var. Yəni məni qıran da odur. Niyə? Çünki mən özümü qırmışam. Haqq etdim bunu. Məni sevən də odur. Niyə? Çünki mən özümü sevirəm. Yəni əslində dünyanın içimizdə olduğunu mən belə bilirəm. Azdır, amma belə başa düşün bilmirəm. Bilmirəm ki, bilmirəm. Bəzən olur da hər birimiz öyrənirik bir-birimizdən. Yəni çox mühüm. Biz əslində neçə vaxt danışırıq, amma heç bu mövzu bu qədər dərin. Üçüncü sizə çox önəmliyində deyim. Vaxt azdır deyə istəyirəm ki, insanlara çox şey çatdıram və bunları zaten qarşılıqsız edirəm də. Çünki mən özümə də Yaradana da elə davrandığım üçün Yaradan da mənə elə davranacaq. O insanların surətində kimsə mənə dəstək olur hər zaman. Doğru. Üçüncü insanların pul sıxıntısıdır. Ən çox xanımlarda olur, bəylərdə də olur. Buradakı sistem necədir? Bizə uşaqlıqdan nə kodlanır? Pul zəhmətlə qazanılmalıdır. Pul qazanmaq üçün çox çalışmalısan. Pul qazanmaq çətindir. Pul qazanmaq yorucudur. Çox pul haramdır, çox pul əl çirkidir, düşmən qazandırar və s. Bu inanclar vardır. Ən böyük yanılmamız bir sardadır. Pulu öz zəhmətinlə qazanmalısan. Bu bir egodur.